Salam əziz izləyicilər. Biz bugün sizlərlə azimut və üfüqün cəhətləri bölməsindən bir neçə sualların izahlarına baxaq. Birinci sualda qeyd olunub ki, 67 dərəcəlik azimutla hərəkət edən səyyah öz əvvəlki məntəqəsinə hansı azimut və istiqamətdə qayıtmalıdır? İlk öncə biz bilməliyik ki, əgər gedilən azimut dərəcəsi 180 dərəcədən kiçikdirsə, üzərinə 180 gəlmək lazımdır. Yəni biz burada 67 dərəcə ilə hərəkət etmişiksə, üzərinə 180 dərəcə gəlməklə onun əks azimutunu təyin etmiş olaraq ki, 247 dərəcə ilə də neyniyər? Geri qayıdar. Növbəti sualın izahında deməli, qeyd olunub 295 dərəcə azimutla hərəkət edən ekspedisiya ən qısa yolla öz məntəqəsinə hansı azimutla qayıdar? Biz bilirik ki, 295 dərəcə ilə gedibsə, deməli 295 dərəcə 180-dən böyükdür. Ona görə qeyd etmişdik ki, əgər gedilən azimut dərəcəsi 180-dən böyükdürsə, həmin gedilən azimutdan 180 dərəcəni çıxarıq və əks azimutu tapmış olarıq. Onun geriyə qayıtma azimutu olacaq 115 dərəcə azimut olacaq. Növbəti sualda, üçüncü sualda qeyd olunub ki, cənub şərqlə hərəkət edən səyyah geriyə hansı azimut və istiqamətlərdə qayıdar? Deməli, buradan baxmalıyıq ki, əvvəlcə istiqaməti müəyyən edək. Baxın, bu cənubdur. Deməli, bunun əksi istiqamətində olar. Əksi istiqaməti hara olar? Şimal. Bu da cənubdur. Deməli, bir dənə də şimal qeyd edərəm. Bu şərqdir. Şərqin əksi də nədir? Şərqin əksi də olur qərb. Deməli, qaydar şimal, qərb istiqamətdə qayıtmış olar. İndi azimut bucağını təyin edək. Deməli, cənub, şərq azimutla hərəkət edibsə, cənub, şərq biz bilirik ki, neçə dərəcədir? Cənub, şərq 157,5 dərəcədir. İndi bunun əksini necə taparam? Üstünə görürük ki, 180-dən kiçikdir. Üzərinə 180 gələrəm. Və əldə edərəm nə qədər? 337,5 dərəcə. Dərəcəmiz 337,5 dərəcə. İstiqamətimiz də şimal, qərb istiqaməti olar. Növbəti sual. Növbəti sualda qeyd olunub ki, 4-cü sualda ekspedisiya üzvləri məntəqədən çıxaraq əvvəl qərb istiqamətində. Baxın, bir nöqtə götürürük, bir nöqtədən deyir, əvvəl qərb istiqamətində. Qərb bilirik ki, bu istiqaməti göstərir. Qərb istiqamətə getdik, dayandıq. Sonra deyir ki, 180 dərəcə 4 kilometr. 180 dərəcədə bilirik ki, cənuba gedirik. Getdik, burada dayandıq. 4 kilometr hərəkət edir. Onlar geriyə, bax, buradadır. Buradadırsa, geriyə ən qısa yolla çıxdığı məntəqəyə bu istiqamətdə qayıdar. Bu istiqamət haranı göstərir? Əlbəttə ki, şimal, şərqi göstərər. Bunun istiqaməti oldu şimal-şərq. Dərəcəsi neçə dərəcədir? Dərəcəsi də biz bilirik ki, şimal-şərq 45 dərəcədir. Növbəti suala baxaq. 5-ci sualda qeyd olunub ki, səyyah şəhərdən çıxaraq bir şəhər qeyd edilib. Səyyah bir şəhərdədir, deyək, A şəhərində. Səyyah A şəhərindən əvvəl 90 dərəcəlik azimutla 9 kilometr. Baxın, buradan getdi 9 kilometr bir şəhərə. Sonra 180 dərəcəli azimutla da 9 kilometr. 180 dərəcə haranı göstərir? Cənubu göstərir. Çatdı bura. Deyir ki, geriyə ən qısa yolla, bax, buradan çıxıb, geriyə ən qısa yolla hansı bu ox haranı göstərir? Göstərir əlbəttə ki, deməli, göstərir şimal, qərbi göstərir. Yaxşı, şimal qərbin
Azimutu neçə dərəcədir? 315 dərəcə. Növbəti suala baxaq. Növbəti sualda 56 dərəcə, 178 dərəcə qeyd edib, 260 dərəcə, 320 dərəcə azimutlar üfüqün hansı cəhətlərində yerləşirlər? 56 dərəcə biz bilirik ki, deməli, şimalla hardadır? Şimalla şərqin aralığındadır. Şimal-şərq. Sonra 178 yerləşir cənubla yerləşir, deməli, cənubla şərqin aralığında. 260 dərəcə cənubla qərbin aralığında. 320 dərəcə də deməli, şimalla qərbin aralığında. Növbəti sual 7-ci suala baxırıq. 7-ci sualda qeyd olunub ki, səyyah cənub istiqamətdə 9 km, 270 dərəcə azimutla 6 km, 0 dərəcə azimutla 9 km. Nəhayət 90 dərəcə azimutla 6 km getdikdən sonra öz əvvəlki məntəqəsinə çatmışdır. Səyyahın cızdığı fiqurun sahəsini hesablamaq lazımdır bizə. Deməli, bir dənə nöqtə götürək, bir nöqtə. Səyyah əvvəlcə cənub istiqamətində 9 km getsin. Sonra 270 dərəcə azimutla, yəni qərbə 6 km getsin. Qeyd edək. Sonra 0 dərəcə azimutla da 9 km getsin. Sonra da 90 dərəcə azimutla da nə qədər getsin? 6 km getmiş olsun. Əlbəttə ki, qayıtdı öz çıxdığı məntəqəyə. Deməli, səyyahın cənub istiqamətində gördük ki, 9 km. Deməli, uzunu, bir də eni var da. Deməli, uzunu oldu 9 km. Eni oldu nə qədər? Enin qeyd edək 6 km. Bizdən də səyyahın cızdığı fiqurun sahəsini soruşur. Biz 9 kilometre vurarıq. 6 enin uzununa vurmaq lazımdır. Buradan əldə edərik nə qədər? 54 kvadrat kilometr. Növbəti suala baxaq. Növbəti sualda 8-ci sualda qeyd olunub ki, eyni coğrafi uzunluqda yerləşən, uzunluqları eynidir. Samara şəhəri 56 şimal enliyində, Bakı şəhəri isə 40 dərəcə şimal enliyində yerləşir. Samara Bakıdan hansı azimutda və istiqamətdə yerləşir? Baxaq, bir meridian üzərində 2 deyək ki, şəhər verib. Bu Bakıdır 40-da, 40 şimalda. Bu da olsun hara? Bu da Samara'da. 56 şimalda. 56 şimalda. Bunların enlikləri görürük ki, fərqlidir. Amma uzunluqları necədir? Bura Bakıdır. Bakı, burada Samara'dır. İndi bizə deyir ki, Samara Bakıdan. Bax, bu Bakı buradadır, Samara buradadır. Samara Bakıdan hansı azimutda? Baxırıq ki, Bakı Samara'dan cənubdadır. Yəni 180 dərəcədədir. Amma Samara Bakıdan isə azimut olaraq şimalda, yəni 0 dərəcə və yaxud da 360 dərəcə. İstiqamət olaraq bizdən soruşsa, şimal istiqamətində yerləşir. Amma bizdən soruşsaydı ki, əgər Samara'dan Bakı hansı istiqamətdə yerləşir? Samara'ya nisbətən Bakı hardadır? Cənubda 180 dərəcədir. Yalnız bizdən Samara Bakıdan hansı istiqamətdə azimutda olduğunu soruşduğu üçün 0 360 dərəcə olur. Növbəti suala baxırıq. 9-cu sual. Koordinatların verib 5 dərəcə cənub enliyi. Yəni bu koordinatların hər birini biz qeyd etməliyik. 5 cənub en dairəsi. Bir də
neçə? 120 şərq uzunluğu. 120 şərq uzunluğu. Bax, bu 5 ilə 120 şərq uzunluğun kəsişmə nöqtəsinə A məntəqəsi deyir. A nöqtəsini qoydum ora. Deyir ki, Bakıdan hansı istiqamətdə yerləşmişdir? Sizcə, biz bilirik ki, Bakı şimalda yerləşir. Bakı şimalda yerləşir. Buradan daha böyük formada bunu çəkək. Bunu daha böyük formada qeyd edək ki, daha anlaşılan olsun. 5 cənub enliyi. 5 cənub enliyi. Buradan ekvatoru qeyd edərik ki, 0. Buradan Bakını qeyd edərik ki, Bakı 40 şimalda yerləşir. Və 120 şərq uzunluğunu vermişdi. Bura bir A nöqtəsi idi. Qeyd etdim A nöqtəsi. Mən indi Bakını tapmalıyam. Bakı deməli 50 şərq uzunluğunda yerləşir. Qeyd edim. 50 şərq uzunluğu. Bakı ilə 50 ilə 40-ın kəsişməsi Bakıdır. Bax, B nöqtəsi qoyuram. Məndən soruşur ki, Bakıdan hansı istiqamətdə yerləşir? Bax, bu A məntəqəsi var. Bakıdan sizcə, Bakı ondan yerləşir şimal-qərbdə. Amma o Bakıdan yerləşir. Oxu baxın, oxa fikir versək görərik ki, yerləşir cənub-şərqdə. A məntəqəsi yerləşir deməli harda? Cənub-şərqdə. Amma bizdən A məntəqəsini soruşduğu üçün cənub-şərq olur. Amma əks halda, digər suallarda, bu tip suallarda, digərdə, məsəl üçün soruşar ki, bizdən Bakı A məntəqəsindən harada yerləşir? Bakı A məntəqəsindən nisbətən şimal-qərbdə dərəcə olaraq, azimut olaraq soruşsa 315 dərəcə azimutda yerləşir. Amma bizdə A məntəqəsini soruşduğu üçün A məntəqəsi Bakıdan cənub-şərqdə və dərəcə ilə də soruşsa da dərəcə ilə də 135 dərəcə azimutda yerləşər.